Koç bürcü. Ciddi problemlerden veya əhəmiyyətli itkilərdən qorxmağa ehtiyac yoxdur. Lakin peşəkar həyatınızda yeni fürsətlər ehtimalı yüksəkdir. İşgüzar ünsiyyət üçün əlverişli gündür. Özünüzü düzgün aparsanız, yeni müttəfiqlər tapacaqsınız. O cümlədən dəstəyi bir çox yeni imkanlar açacaq, gəlirinizi artıracaq və ya karyeranızı yüksəldəcək. Qeyri-rəsmi şəraitdə işlə bağlı məsələləri müzakirə etmək fürsətini qaçırmayın. Bu, görüşlərdə və ya seminarlarda iştirak etməkdən daha faydalı olacaq. Əks təqdirdə, etibarsız hesab edə biləcəyiniz mənbələrdən gələn məlumatlara diqqət yetirməyə dəyər. Qeydət, ümumiyyətlə qulaq asmamağa üstünlük versəniz belə, bugün gözlənilmədən faydalı ola bilər. Bütün qoçlar şəxsi münasibətlərində çətinliklərdən qaça bilməyəcəklər. Sizə ən yaxın olanlar belə sizin narahatlıqlarınızı, şübhələrinizi və narahatlıqlarınızı başa düşməyə bilərlər. Hər şeyi həll etmək üçün vaxt lazımdır. Sevdiklərinizlə yumşaq davranmağa çalışın. Boğa bürcü. Ətrafınızdakilarla ümumi dil tapmaq və müttəfiq kimi görmək istədiyiniz insanlarla münaqişədən qaçmaq üçün çox çalışmalı olacaqsınız. Başqalarının böyük gözləntiləri ola bilər, amma sağlam düşüncə sizə başqasının şeytaqlığını təmin etmək üçün öz maraqlarınızı qurban verməməyinizi söyləyəcək. Hərəkətlərinizi dəfələrlə izah etməyə hazır olun və tənqidi sakitcə qəbul etməyə çalışın. İstirahət etmək üçün vaxtınız olması üçün gününüzü planlaşdırmaq da çox vacibdir. Mütləq narahatlıqlarınıza ara verməli və xoş bir şey etməlisiniz. Siz səfərlər planlaşdıra bilərsiniz. Əgər sizi dostlarınız və ya sadəcə yaxşı tanışlarınız müşayiət edirsə, xüsusilə xoş təcrübə yaşayacaqsınız. Sənədləşmə və ya dövlət qurumları ilə qarşılıqlı əlaqə ilə bağlı məsələlər çətin ola bilər. Bəzi planlaşdırılan görüşlərin təxirə salınması, gecikmələrə səbəb olması da mümkündür. Həvəsləndirici olan sizin maliyyə işlərinizin vəziyyətidir. Gözlənilməz mənbələr də daxil olmaqla pul vəsaitlərinin daxil olması mümkündür. Əkizlər bürcü, işlər mükəmməl olmaya bilər. Lakin yaranan hər hansı çətinlikdən çox narahat olma ehtimalınız yoxdur. Bunu etməkdə haqlı olacaqsınız. Problemləri həll edə və fikir ayrılıqlarını kifayət qədər tez həll edə biləcəksiniz. Bəzi əkizlər keçmiş səhvləri düzəltməyə və ya onların nəticələri ilə məşğul olmağa vaxt sərf etməli olacaqlar. Bunun üçün səy tələb olunacaq, lakin bu əkizlər nəticələrdən məmnun qalacaqlar. Həmkarlar və rəhbərliklə münasibətlər həmişə hamar olmayacaq. Bəzi qarşılıqlı incikliklər yarana bilər və əkizlərin hansı sərt hisslərdən qaça bilməyəcək. Günün sonuna qədər diplomatik bacarıqlarınız sayəsində hər şeyi həll edə biləcəksiniz. Lakin emosional baxımdan asan olmayacaq. Müsbət tendensiyaların təsiri zaman keçdikcə güclədəcək və günorta sevinç üçün səbəblər gətirəcəyinə əmindir. Dostlar çox güman ki, sizi maraqlı təkliflər və ya qeyri-adi ideyalarla təəccübləndirəcək, həyatınıza yeni bir şey getirməyə kömək edəcək. Xərçəng bürcü, bəzi yaxşı nəticələr əldə edə bilərsiniz, baxmayaraq ki, bu hər şeyin təbii olduğu günlərdən biri deyil. Təkcə tanış olan deyil, həm də tamamilə yeni problemlərin öhdəsindən gəlmək üçün çox çalışmalı olacaqsınız. Hər halda səbirli olun və lazımsız risklərdən qaçın. Ehtiyatlı davranaraq və uzaq görənlik nümayiş etdirərək, hətta başqalarının müqavimət göstərdiyi maneələri də dəf edəcəksiniz. Unutmayın, emosional vəziyyətiniz olduqca gərgin olacaq və bəzən bu, rifahınıza mənfi təsir göstərə bilər. Ona görə də gününüzü elə planlaşdırın ki, həm istirahətə, həm də sizə dəstək olan insanlarla ünsiyyətə vaxtınız olsun. Bir çox xərçənglər özlərini tamamilə unutmağa, hansısa möhtəşəm məqsədə can atmağa meyilli olacaqlar. Bu bürcün, bu cür nümayəndələri vaxtında fasilə verməsələr, tükənmə riski daşıyırlar. Axşama doğru müsbət meyillərin təsiri artacaq və bu, ilk növbədə yaxınlarınızla münasibətlərinizə təsir edəcək. Onlarla ünsiyyət sizi daha müsbət ruh halına salacaq. Həmçinin, bu müddət ərzində xoşladığınız insanlardan xoş sürprizlər və kiçik sevgi jestləri ilə qarşılaşa bilərsiniz. Şir bürcü, həlledici hərəkətlər üçün ən yaxşı gün deyil. Vacib bir şeyə nail olmaq istəyirsiniz, o zaman diqqətli olun və başqaları sizi tələsdirməyə çalışsa belə tələsməməyə çalışın. Bu çərşənbə sizi əhəmiyyətsiz bir şeyə görə narahat edə, çaşqınlıq və qabiliyyətlərinizə şübhə edə bilirsiniz. Kiminsə bundan istifadə etməyə çalışması riski var. Buna görə də
güvəndiyiniz və hər zaman etibar edə biləcəyiniz insanlarla məşğul olmaq daha yaxşıdır. Bu gün üçün planlarınız nə olursa olsun, unutmayın ki, ilk növbədə öz gücünüzə arxalanmalısınız. Etibarlı müttəfiqləriniz olsa belə, şəraiti nəzərə alaraq onlar sizə kömək edə bilməyəcəklər. Pulla bağlı hər şeydə diqqətli olun. Ehtiyatsızlıq və ya digər insanların səhvləri nəticəsində uğursuz alışlar və uğursuz itkilər mümkündür. Buna çox üzülməyin. Çünki tezliklə pul alacaqsınız, hətta gözlədiyinizdən də çox. Sevdiklərinizlə daha çox vaxt keçirməyə çalışın. Yəqin ki, danışacaq çox şeyiniz olacaq və açıq söhbətlər münasibətlərinizə fayda verəcək. Qız Bürcü, qeyri-adi bir şey götürməyin vaxtı gəldi. Ən böyük uğura nail olacağın yer budur və üstün olacaqsan. Bu həm də nüfuzlu insanların diqqətini cəlb etməyə və onların dəstəyini təmin etməyə kömək edəcək. Nailiyyətlərinizi bölüşmək fürsəti yaranarsa, bunu qaçırmayın. Hər kəs uğurunuzu necə əldə etdiyinizi bilməkdən həqiqətən faydalanacaq. Ağıllı özünü reklamla siz çox cəlbedici biznes təklifləri ala bilərsiniz. Ciddi problemlə qarşılaşan və onu həll etmək üçün çox vaxt sərf edən qız bürclərinin gözəl ideyaları olacaq. Bugün nəhayət nə etmək lazım olduğu və uğur qazanmağa nə imkan verəcəkdir. Bu işarənin bəzi nümayəndələri də onları kimin saxladığını başa düşəcək və onları tərk silah etmək və ya aradan qaldırmaq üçün bir yol tapacaqlar. Bəli, bunun üçün bəzi sərt hərəkətlər tələb olunacaq və bu həmişə xoşunuza gəlməyəcək. İntuisiya sizə çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün yol göstərəcək. Gün romantik münasibətlər üçün əlverişli olacaq. Çərşənbə axşamını sevdikləri ilə birlikdə keçirməyə qərar verən qızlar müsbət emosiyalar zənginliyi yaşayacaqlar. Tərəzi Bürcü, bugün işlər sizin üçün asan olmayacaq. Amma ardıcıl hərəkət etsəniz və bir şey ilk dəfə alınmayanda panikaya düşməsəniz, hər şey düzələcək. İşlə bağlı tapşırıqlar gözlədiyinizdən daha uzun çəkəcək və bəzilərini tək başına həll etmək mümkün olmaya bilər. Müttəfiqlərinizi ağıllı seçməyə çalışın. Bəzi tərəzilər intuisiyalarına güvənəcək. Bəziləri isə həyat təcrübəsindən və sağlam düşüncədən faydalanacaqlar. Ən əsası, qızıl dağları vəd edənlərə, amma hardan gələcəklərini izah etməyənlərə etibar etməyin. Ola bilsin ki, günorta xüsusilə perspektivli və ya maraqlı görünməyən işlərin öhdəsindən gəlməli olacaqsınız. Onları bacardığınız qədər idarə etməyə çalışın ki, heç kimin sizin yanaşmanızı şikayət etməyə və ya tənqid etməyə əsası olmasın. Sevdiklərinizlə ümumi dil tapmaq da həmişəkindən daha çətin olacaq. Kimsə sizi qəsdən təhrik edə və sizi əsəbiləşdirə bilər. Digərləri isə istəmədən hisslərinizi incidə bilər. Unutmayın ki, hər hansı anlaşılmazlıq yaranarsa, yaranan problemləri görməməzlikdən gəlməkdənsə, onları mümkün qədər tez müzakirə etmək daha yaxşıdır. Əqrəb Bürcü, prioritet vermək və xırda şeylər üzərində dayanmamaq vacibdir. Əgər diqqətinizi həqiqətən vacib şeylərə yönəltsəniz və xırda məsələlərə görə narahat olmasanız, gün yaxşı keçəcək. Həmkarlar və rəhbərliklə münasibətlər kifayət qədər gərgin ola bilər. Hətta son müttəfiqlərin də ortaq layihələrinizin uğurundan şübhələnməyə başlaması riski var. Belə hallarda başqalarının panikasına təslim olmamaq, öz sağlam düşüncənizi dinləmək vacibdir. Kiçik maliyyə itkiləri və pis maliyyə qərarları ehtimalı var. Yaxşı olar ki, əvvəlcədən planlaşdırılmadıqca, böyük sövdələşmələrə getmədikcə və ya kredit götürmədikcə, bugün böyük alış-veriş etməkdən çəkinin. Bəzi əqrəblər öz imkanlarını həddən artıq qiymətləndirməyə meyilli olacaqlar və bu, onların çətin vəziyyətlərdə qalmasına səbəb ola bilər. Maraqlı görüşlər mümkündür. Bu, potensial olaraq romantik münasibətə səbəb ola bilər. Bununla belə, işlərə tələsməyin. Bugün tanış olduğunuz insana daha yaxından baxın və ona sizi tanımaq şansı verin. İşlər istədiyiniz qədər tez inkişaf etməyə bilər. Oğatan Bürcü, hər şey asan olmayacaq və bəzi oğatanlar məqsədlərinə çatmaq üçün çox çalışmalı olacaqlar. Bununla belə, bu bürcün nümayəndələri məqsədlərinə çatmadan təslim olmayacaqlar və inadkarlıqları sayəsində sonda istədikləri nəticəyə nail olacaqlar. Bəziləri onlara sevinəcək. Amma paxıllıq edib gizlicə onlara zərər verməyə başlayanlar da çox olacaq. Buna görə də bugün hər hansı gizli pis niyyətliləri tez bir zamanda ifşa etmək üçün ətrafınızdakıları daha yaxından izləməyə dəyər. Həmkarlar və işgüzar tərəfdaşlarla fikir ayrılıqları mümkündür. Bunlar əvvəllər yekdil rəydə olduğunuz məsələlər ola bilər.
Her şeyi yeniden sakit şekilde müzakirə etmeye çalışın, rəqiblərinizin arqumentlərini dinləyin, müsbət və mənfi cəhətləri çəkin. Ola bilsin ki, siz həqiqətən səhv etmisiniz və ən yaxşısı bunu ən qısa zamanda etiraf etmək olardı. Şəxsi münasibətlərinizdə işlər rəvan getməyəcək. Bununla belə, həqiqətən sizə əhəmiyyət verənlər bir çox cəhətdən uyğunlaşacaq və səhvlərinizi bağışlayacaqlar. Biraz səbir göstərməyə çalışın. Bu, əlbəttə ki, zərər verməyəcək. Oğlaq bürcü, gün çətinliklərsiz olmasa da, bu pisnəyicilərin ümid etdiyi qədər pis deyil. Bəzi köhnə səhvləri düzəltməli və onların nəticələri ilə məşğul olmalısınız. Bəzi ovlaqlar bunu etmək üçün hətta hər şeyi gözləməyə məcbur edə bilərlər. Bununla belə, bunun öhdəsindən tez gələcəksiniz. Baxmayaraq ki, bu səy tələb edəcək və siz də çox tezliklə faydalı olacaq, dəyərli təcrübə qazanacaqsınız. Bəzi oğlaqlar da çox faydalı əlaqələr quracaq. Yeni müttəfiqlər tapacaq və onlara nədən ibarət olduqlarını dərhal göstərə biləcəklər. Maliyyə məsələləri üçün əlverişli gündür. Yeni il hədiyyələri seçmək və ya sevdiklərinizlə bölüşəcəyiniz əşyalar almaq üçün əla vaxtdır. Siz nə pul xərcləməyəcəksiniz, nə də böyük məbləğdə pula gəldikdə tələsik qərarlar qəbul etməyəcəksiniz. Yaxınlarınızla münasibətlərinizin necə inkişaf etdiyinə diqqət yetirin. Qarşılıqlı dəstək bugün xüsusilə vacibdir. Ola bilsin ki, bəzi dostlarınız və qohumlarınız məsləhətinizə ehtiyac duysunlar. Bu insanları diqqətlə dinləməyə və vəziyyəti anlamağa çalışın. Dolça bürcü, bu istədiyinizə nail ola biləcəyiniz günlərdən biridir. Lakin dərhal baş verməyəcək. Özünüzü nə qədər tələssəniz və ya başqalarını tələsdirməyə çalışsanız da, işlər çox yavaş gedəcək. Ən yaxşısı isə fəlsəfi yanaşmaq və seçdiyiniz istiqamətdə sakitcə hərəkət etməyə çalışmaqdır. Əvvəllər sizə dəstək olan insanlar bugün də sizə kömək edəcəklər. Bununla belə, onlara dərhal müraciət etmək vacibdir. Odur ki, çətinliklərlə qarşılaşdığınız zaman gecikməyin. Onları tərəfdarlarınızla nə qədər tez paylaşsanız, bir o qədər tez onlara qalib gələcəksiniz. Bəzi dolçalar xüsusilə faydalı məsləhətlər alacaqlar. Səhvlərdən qaçmaq və düzgün hərəkət yolu seçmək üçün onlara əməl edə bilərlər. Xüsusilə günün ilk yarısında pulla diqqətli olun. Bu müddət ərzində uğursuz alışlar və uğursuz itkilər mümkündür. Yakınlarınızla kiçik fikir ayrılıkları da mümkündür. Lakin yumor hissi hər şeyi düzəltməyə və hər kəsin əhval-ruhiyyəsini yüksəltməyə kömək edəcək. Akşam romantik görüş üçün idealdır. Balıqlar bürcü, başqalarına töhfə verəcək çox şeyiniz olacaq. Bir çox balıqlar dəstəyə ehtiyacı olanların əhatəsində olacağı üçün öz planlarını arxa plana keçirəcəklər. Başqalarının səhvlərini də düzəltməli olacaqsınız. Çox güman ki, bundan həzz ala bilməyəcəksiniz. Lakin səylərinizin nəticəsi faydalı olacaq. Bundan əlavə, başqalarının işlərini araşdırmaqla çox güman ki, bir şey öyrənəcək və sizi narahat edən suallara cavab tapacaqsınız. Kiçik maliyyə çətinlikləri və gözlədiyiniz ödənişlərdə gecikmələr mümkündür. Buna görə də xərcləməyə tələsməyin. Hər hansı vacib olmayan alışları təhrə salmağa hazır olun. Şəxsi münasibətlərdə müsbət meyllər üstünlük təşkil edəcək. Balıqlar sevənlərin gizli arzuları gerçəkləşə bilər. Bəzi balıqlar çoxdan gözlənilən etiraflara eşidəcəklər. Xoş görüşlərdə mümkündür. Bunlardan biri romantik münasibətlərin başlanğıcı ola bilər. Təşəbbüs göstərməkdən çəkinməyin. Bugün münasib vaxt olacaq.